Necə eləyək ki, imtahan günü bildiklərimiz yadımızdan çıxmasın? Bunu praktik həll eləmək üçün 3 əsas addım var. Birincisi, imtahana bir gün qalmış təkrar eləməyin. Son gün oxumaq beyinə əlavə yük verir. İkincisi, yuxuya diqqət eləyin. Yaddaş oxuyanda yox, yatanda möhkəmlənir. Ona görə də imtahana 2-3 gün qalmış, çalışın çoxlu yatın. Xüsusən gecələri oyaq qalmaq olmaz. Yuxusuz imtahana getmək isə demək olar ki, çox risklidir. Beyniniz məlumatları ortaya çıxara bilməyəcək. Üçüncü məsələ isə imtahan günüdür. İmtahana girən kimi suallara hücum eləməyin. 10 dəfə yavaş nəfəs alıb verirsiniz, sualı 2 dəfə oxuyursunuz, ən rahat sualdan başlayırsınız. Özünüzə deyirsiniz ki, mən bilirəm, bunu bacaracağam. Panikaya düşmürsünüz, panika gələndə qələmi saxlayırsınız, bir nöqtəyə bir 20 saniyə baxırsınız, ondan sonra davam edirsiniz. Bir də imtahana hazırlıq dövründə sinir sistemini və diqqəti dəstəkləmək üçün qida əlavələrindən də istifadə edə bilərsiniz. Bu məqsədlə istifadə olunan qida əlavələrindən biri qabafosdur. Tərkibində olan təbii maddələr diqqəti gücləndirməyə, yuxunu normallaşdırmağa, əsəbililiyi azaltmağa və imtahan həyəcanını yüngülləşdirməyə kömək eləyir. Sinir sistemini sakitləşdirir, asılılıq yaratmır və orqanizmi normal iş rejiminə qaytarır. 12 yaşından yuxarılar gündə 1 tablet, 18 yaşından yuxarılar isə 1-2 tablet qəbul edə bilərlər. İtaliya istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə etmək mümkündür.